İnnel hamdəlillah və salatu və selamu alə Rasulillah və sahbihi ecmaîn əmmə ba'd. 40 hədis kitabından 29-cu hədisdəyik. An Muaz ibn Cəbəl radiyallahu anh qalə. Muaz ibn Cəbəl radiyallahu anh dedi ki, Qultu ya Rasulallah, dedim ey Allah Rəsulu, əxbirni bi əməli yudxiluni əl-cənnə. Mənə cənnətə daxil edəcək bir əməl haqqında xəbər ver. Yəni öyrət. Və yubaidunu minənlər. Və deməli cənnətə daxil edən və cəhənnəmdən uzaqlaşdıran əməl haqqında mənə xəbər ver. Qalə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki: "Laqad səəltə an azimin." Sən əzəmətli bir şey haqqında soruşdun. Alimlər deyir ki, yəni bu cənnətə girmək, cəhənnəm uzaq olmaq həqiqi həyatdır və böyük bir üstünlükdür və böyük bir nicatdır. Ona görə yəni böyük bir məsələ haqqında deyir soruşdun. Və innehu leyasirun alə mən yəssərəhullah aleyhi. Yəni belə ki, bunu Allah kimin üçün asanlaşdırıbsa, həmin şəxslərə asandır. Və davam eləyir ki, hansı əməllərdir? Tə'budullaha la tuşriku bihi şey'ən. Allaha ibadət etməyin, Allaha şərik qoşmayaraq ona ibadət etməyin. Və tuqimus salat, namazı qılmağın. Və tu'tiz zəkə, zəkatı verməyin. Və təsumu Ramazan, Ramazan orucunu tutmaq. Və təhuccul əl-beytə. Bir də ki, yəni, evi həcc edəsən. Yəni, Məscid-ül Haramı həcc edəsən. Thumma qalə, sonra Peyğəmbər sallallahu əleyhi və səlləm davam edərək dedi ki: "Ələ ədulluka aləl-əbvabil xeyr." Sənə xeyir qapılarını göstərirmi, işarə edimmi? Və davam eləyir. Əs-savmu cünnə. Oruc bir qalxandır, bir sipərdir. Alimlər deyir ki, həm bu dünyada, həm də axirətdə. Bu dünyada, yəni sən oruç tutarkən, yəni söyməkdən, zaten müsəlman belə şeylər də eləməz, amma oruc vaxtı daha diqqətli olur. Həmçinin ona kimsə nəsə təhqir edici söz deyərsə, o deyir ki, mən orucam, yəni əl çək, yəni cavabını qaytarmır. Hər bir halda dünya və axirətdə oruc bir qalxandır. Və sadaqa tutfi'ul xati'ətə kəmə yutfi'ul əlmə'un nar. Sədaqə deməli su odu söndürdüyü kimi sədaqə də xətaları neynir? Söndürür. Və sədaqə burada ümumidir. Həm fərz, həm müstəhəblər hamısı nəzərdə tutulur. Fərz olanlar insan üçün zəkat kimi. Sonra və salatur raculi min cəvfil leyl və həmçinin gecə yarısında kişinin qıldığı namaz. Və Peyğəmbər sallallahu əleyhi və səlləm bu ayəni, Allah təala bu ayətini oxuyur. Tətəcəfə cunubuhum anil mədaci' hatta bələğə ya'malun. Yəni bu ayəti oxuyur ta ya'malun sözünə çatana qədər. Yəni onlar ibadət üçün yataqlarından qalxar və ya'malun, yəni etdiklərinə görə ayəsinə qədər yəni oxudu. Yəni burada dəlil hissəsi nədir? Onlar ibadət üçün yataqlarından qalxar. Yəni gecə yarısı qıldığı müstəhəb namazlar var. Peyğəmbər sallallahu əleyhi və səlləm onu da deyir ki, bu da xeyir əməllərdəndir. Thumma qalə, sonra Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki: "Ələ uxbiruka bi ra'sil əmr və amudihi və zirvəti sənamihi." Sənə ən əsas işi, yəni işlərin başı və onun sütununu və zirvəsini xəbər verimmi? Sahabə buyurur ki, bələ ya Rasulullah, Rasulallah, bəli ey Allahın Rəsulu. Qalə ra'sul əmri əl-İslam. İşlərin əsası, yəni başı İslamdır. Yəni insan İslam üçün, yəni müsəlman olmaq üçün, ibadət üçün yaradılıb. Və amuduhu dirəyi
nədir? Əs-salatu. Həmin o əsas o işin ki əsası var idi. Onun da dirəyi, yəni İslamın dirəyi nədir? Əs-salatu, namazdır. Və zirvatu sənamihi və o hürgücünün zirvəsi isə, o təpənin zirvəsi isə nədir? Cihad. Allah yolunda olan cihaddır. Thumma qala sonra Rasulullah sallallahu əleyhi və səlləm dedi ki: "Ələ uxbiruka bi milaki zəlkə kulli" bütün bunların hamısına malik olan barədə sənə xəbər verimmi? Yəni buna sahib olan olmağı xəbər verimmi? Qultu ya Rasulullah, bələ ya Rasulullah və əxəzə bilisanihi və qalə kuffə aleykə həzə. Və dedim ki, bəli ya Rasulullah və Peyğəmbər sallallahu dilini tutub və dedi ki, buna hakim ol. Buna hakim ol. Qultu, sahabə deyir ki, mən dedim ki, ya Nəbi Allah, ya Allahın nəbisi, və innə ləmuəxəzunə bimə nətəkəlləmu bih. Dedim ki, ey Allahın elçisi, biz danışdıqlarımıza görə sorğu-sual olunacağıq və Peyğəmbər sallallahu cavabında dedi ki, təqilətkə ummuk, anan səni ağlasın. Bu ərəblərdə təşviq üçün deyilən bir kəlmədir. Yəni qarğış kimi, qarğış niyyəti ilə demirlər. Anan səni ağlasın. Və həl yakubbun nəsə finnəri alə vucuhihim əv alə mənaxirihim illə həsaidul əlsinətihim. Və deyir ki, məgər insanlar üzü və yaxud da burnu, burada mənaxir, burnu üstə, odun içində dillərinin danışdığına görə sürünmürlərmi? Yəni dillərinin, deyək ki, həsay nədir? Deyək ki, biçməkdə nəysə biçirsən. Yəni dilinin danışdığına görə bu cəzalanmırlar bu cür. Və hədisi Tirmizi rahmehullah rivayet eləyib və deyib ki, hədis həsən və həsənun sahihundur. İndi isə qardaşlar, ərəb dilini bilənlər üçün bu hədisin irabına baxaq. Əxbirni fi'lu əmrin məbniyun alə sukun və nun lil vüqayə. Buradakı nun deyir. El-ya'u damiru mütekellim mebnin ala sukun fi mahalli nasbin mef'ulun bihi. Sonra orada hadiste akhbir bi amelin yudkhiluni el cenne belə gedir də. Bi amelin cer var mecrur mutaallikan bi akhbirni. Sonra yudkhiluni yudkhil fi'lu mudari. fi'lun مضارع مرفوع علامة رفعه الضمة والفاعل ضمير مستتر جوازا تقديره هو النون للوقاية burada şunu الياء ضمير متكلم مبني على السكون في محل نصب مفعول به أول مفعول به أول مفعول به أول يعني يدخلون göre الجنة مفعول به mef'ulun bihi thani. Yani bu da edhale fiili tesir edilip hem bu yaya hem de cennete. Mensubun alametu nasbihi el fethatu ve cümletu yudkhiluni el cenne fi mahalli cer sıfatun li amel. Aydındır. Niye? Bi amelin neceydi hadisde? Bi amelin yudkhiluni el cennete. Elə bir əməl ki, yəni cənnətə daxil edən əməl. Çünki demişdik də, nəkiradan sonra feili cümlə gələrsə, ya ismi cümlə yox, şibhi cümlə gələrsə, onun bu nəkiranın natıdır. Və niyə fi məhəlli cər olur? Çünki əməlin özü cərdədir. Bunlar da nat mənutda tabidir hökmü cəhətdən. Ona görə bu da fi məhəlli cər hesab olunur. Vav harf atfın sonra gelmişti yubaiduni minen nar. İrabı yudkhilunu. Yudkhilunu irabı kimidir?
النار جار ومجرور متعلقا بيباعدني. قال يعني قال يعني تكرر إعراب يعني إعراب يعني كسب. لقد اللام للقسم. قد حرف تحقيق. سألت سأل فعل ماض مبني سأل فعل ماض مبني على السكون لاتصاله بالتاء الفاعل والتاء الضمير مبني على الضم في محل رفع فاعل. والجملة الجواب للقسم لا محل لها من الإعراب. ولقد olanda sanki öyle bir şey and olsun burada. And olsun. En azim cer mecrur mutalikan bi se'ale. Vav harfu atfın. İnne harfu tevkidin ve nasbin. الها ضمير مبني على ضم في محل نصب في محل نصب اسم إن. Sonra la yesirun lam littevkid ve hiye lam muzahlaqa. Yani inneden sonra gelir de o. Neceydi orada? İnnehu la yesirun. Lam muzahlaqa yani innenin haberine koşulur. Yesirun haberu inne. Merfuun alametu raf'ihi ad-dammatu az-zahiratu. Ala harfu cer. Ala men olacak bu. Men. İsmu mevsul mebniyun ala sukun fi mahalli cer. Fi mahalli cerdi. Bu yaxşı bu ne demek? Ha bu yassarahu olacak. Neyse buranı düzeltirsiniz. Yassarahu yani yassara fiilu madin mebniyun alel fethati vel ha'u damiru muttasil mebni ضمير متصل مبني الضمة على الضمة في محل نصب مفعول به. Aslında termin kimi bu alel fethati düzgün istifadə olunmur. Çünki məbniyun sözünü deyəndə deyirsən alel fethi. Amma mərfuun deyəndə deyirsən mərfuun alel fethati. Bu, burada nəfslər bu terminlərə belə diqqət edirlər. Yaxşı. والجملة صلة موصول لا محل لها من الإعراب. الله فاعل مرفوع على مترفع الضمة. تعالى فعل ماض مبني على الفتح على الفتح مقدر منع من ظهورها تعاذر عليه. عليه جار ومجرور متعلقان بيسر. Sonra orada necədir? Ta'budullaha la tuşrik bihi. Ha. Ta'bud fi'lu mudari'in fi'lu mudari'un merfu'un alamet rafihi ad-dammatu vel fa'il damir mustatir vucuben takdiruhu ente. Allah mef'ulun bihi yani Allah'a mansubun alamet nasbihi el-fetha. Vel cümle fi mahalli raf haberı lil mübteda mahsuf. Yani orada bir şey sanki huva düşüp. Orada deyir axı sen elə bir şeydə soruş nazir mətli və innehu leyəsirun alə mən yəsirəhu Allahu aleyhi. Burada deyir ki, ta'budullaha yəni huva ta'budullaha yəni sanki huva düşüb. La nafiyə min qavli tuşrik yəni la tuşriku ilə qavlihi ilə qavlihi el-beyt yəni la tuşrik bihi şeyən لا nafiye min qavlihi tuşriku ilə qavlihi beyt turabu irabə ta'budullah. Ha bunu deyir. Yəni bununla bitirdik. Tüşrikdən ilə beytə qədər ta'budullah kimi irab olunacaq. Ki, yəni tüşriku bihi şeyən və tuqimus salat, tu'tiz zəkə və təsumu ramadan və təhuccul beytə hamısı ta'budu kimi, yəni ta'budullah kimi irab olunur. Thumma yəni thumma qale deyib. Burada ələ ədulluka. ثم حرف عطف قال فعل ماض مبني على الفتح. ألا حرف استفتاح للتنبيه. أدل فعل مضارع مرفوع علامة رفعه الضمة ضمة والفاعل مستتر وجوبا تقديره أنا. والكاف أدلك يعني ضمير ضمير خطاب مبني على الفتح في محل نصب مفعول به. على حرف الجر. أبواب اسم مجرور علامة الجر هي أبواب يعني.
جاره الكسرة وهو مضاف. الخير مضاف إليه. أبواب خيري مضاف إليه مجرور وعلامة جره الكسرة. الصوم مبتدأ وخبر الجملة مرفوعان وهي جملة ابتدائية لا محل لها من الإعراب. Sonra ümumiyyətlə o cümlə ki yoxdur, cümlənin özü də irab olunur axı, ümumi komplekt olaraq. Yəni əs-savmu cümlətun. Savm mübtədadır, misal üçün cümlədə xəbərdir. Hə? Bunlar ikisi bir yerdə la məhəllə ləhə minəl irab. Bunu irab eləmək üçün eləyə bilərsən. Deyirsən ki, ra'aytu hə? Hədisə savmu əl-cünnə. Savmul cünnə hədisini gördüm. Arasında kitabda zaten. Onda somul cünnə mudaf ileyh olur. Hədisə mudaf olur. Aydındır. Amma bu durduğu yerdə bu ibtidai cümlə la məhəllə ləhə minəl irab. Vav harfu istinaf. Yəni başlanğıcı bildirir. As-sadaq, sadaqa i'rabul savm kimidir. Tutfi'u fi'lu mudari merfu alamet rafi dhamme vel fa'il damir mustatir cevazan takdiruhu hiye. Vel cümletul fi'liye fi mahalli raf haberul mübtada. Haberul mübtada. Neydi? Mübtadası neydi? Es-sadaqa. Və bunun xəbəridir. والجملة الصدقة تطفئه ابتدائية لا محل لها من الإعراب يعني هم كبولار ikisi bir yerde. الخطيئة مفعول به خطيئة منصوب علامة نصبه الفتحة كما الكاف حرف جر ما مصدرية. تطفئ فعل مضارع مرفوع علامة رفعه الضمة والجملة تؤول بمصدر تقديره كإطفاء. Yani elə bir ki oradakı cümlə ki var idi. Kəmə yutfi'u, kəmə yutfi'u, mən məsləri olanda sanki deyirsən ki, kə itfai. Mənən yutfi'u bir yerdə məslər muavvəl olur. Onu gördük ki, tuavvəl. El-mə fəilu mərfuun aləmətun rəfihi dammə. El-nar məfulun bihi. Mənsubun aləmətun nasbihi el-fəthə. Vav harfu istinaf. El-salat i'rabu savmus kimidir. Və hiyə mudaf. Mudaf. El-racul mudafun leyh. في جوف جر ومجرور متعلقان بحال محسوب. Orada bir şey düşmüş hal var. Yani kainat. Sanki elə bir ki salatul raculu kainə min cevfil leyl. Ümumiyyətlə nəsə tapmasaz bu deyəndə ki hal düşüb bu kain ləfzindən nədir? Onun yerinə qoyurlar. Yəni o cür yəni irab edirsən. El-leyl mudafun leyl. Min cevfil leyl də yəni. وعلامة جرها الكسر. من قوله صلى الله عليه وسلم الصوم إلى قول الصلاة تورب في محل الجر بدلا min abvab. O abvab sözünün bədəlidir. Bədəl nədir? Yəni özündən əvvəlkini izah edir də. Yəni xeyrin qapıları nəymiş? Bax bunlar imiş. Thumma harfu atf. Tələ yəni qara fi'lu madun mabnun aləl-fəthi fəth müqaddara mən'a min zuhuriha ta'azzur. Ki bu əlfə görə yəni fəthə üzə çıxa bilmir də. Zəhəbə kimi olmur. Sonra ayətdə تتجافى جنوبهم عن المضاجع yəqin ki dırnaq işarəsidir. تتجافى فعل مضارع مرفوع بالضمة مقدرة منع من ظهورها تعذر. جنوبه فاعل مرفوع علامة رفعه الضمة وهو مضاف. هم ضمير متصل مبني على السكون في محل الجر مضاف إليه. عن المضاجع جر مجرور ومجرور متعلقان بتتجافى إليه. والآية الكريمة في موضع النصب على məhvuliyyə. Niyə? Yəni bütün ayə nasbın yerində də məhvul kimi min tələyə görə. Yəni elə ki, yəni bunu oxudu. Hətta hərf-i qayə. Yəni məqsəd bildirən hərfdir. Yəni hətta bələğa. Bələğa fi'lu madi məbni aləl-fəthi vəl-fəil damir mustatir cavazən təqdiruhu huvva. Sonra ya'maluna ayədə yəni buna bitirmişti. Fi'lu mudari'un merfu'un alametun raf'ihi thubutun nun vel vav damir muttasil mebni ala sukun fi mahall raf' raf'in fa'ilun.
والجملة الفعلية في موضع نصب على mef'uliyyə min bələğə, yəni bələğəyə görə. Yəni çatdı buna. Aydındır, bələğənin elə ki nasbındadır. Thumma qalə ələ səbəqə irabuha, yəni keçib, uxbiruka, yəni irabu ədulluka kimidir bunda irabı. Bi rəsi cər və məcrur mütəlliqan bi yəni əxbərə ilə. برأس جر ومجرور متعلقان بأخبار وهو مضاف الأمر مضاف إليه يعني برأس الأمر مجرور علامة الجر الكسرة وأموده معطوف على رأس سوزنا مجرور مثله وهو مضاف مضاف ها الها ضمير متصل مبني على الضم في محل الجر بالإضافة وذروة سنامه إعراب برأس الأمر والها في سنامه في محل الجر إضافة يعني bu سنامه'teki bu hı belədir. قلت فعل ماض مبني على السكون الاتصال بتاء الفاعل والتاء الضمير مبني على الضم في محل رفع فاعل يعني تو مدير فاعل. بلى حرف جواب في يا رسول الله yani buna göre سبق إعرابها قال سبق إعرابها bunu da keçib رأس مبتدا وهو مضاف أمر مضاف إليه مجرور الإسلام خبر مرفوع وأموده الصلاة مبتدا وخبر الها في أموده في محل الجر وبالإضافة مبتدا وخبر وأموده الصلاة umud mübtədadır, as-salat xəbərdir. Sonra deyir ki, val hə, yeni cümlə başlayır. Umuduhundakı hə fi məhəl cər bil idafə. Və zirvə mübtəda və huva mudaf. Sənamih mudaf ileyh məcrur və huva mudafun. Vel hə yeni şey başlayır. Damirun məbniyun aləl kəsri fi məhəl cər və bil idafə. El-cihad xəbəru mərfuun. والجملة من قوله صلى الله عليه وسلم رأس إلى قوله cihada qədər bu olan cümlə fi məhəlli nasbdır. Niyə? Məqul qovuldur. Çünki qalənindən sonra işlənib. Thumma qalə ələ uxbiruka səbəqə irabıha bu irabı keçib. Sonra bimilaki zəlikə kullihdir də. Cər və məcrur mütəlliqan bi əxbarə ilə يعني أخبرونا يعني أخبرين أخبرونا وهو مضاف ذلك اسم إشارة مبني على الفتح في محل الجر بالإضافة كله توكيد لذلك مجرور وهو يعني كل مجرور وهو مضاف والها ضمير مبني على الكسر في محل الجر بالإضافة فقلت بلى يا رسول الله الفاء حرف عطف وما بعدها سبق إعرابها فأخذ الفاء حرف عطف أخذ فعل ماض مبني على الفتح والفاعل ضمير مستتر جوازا تقديره هو بلسانه جر ومجرور متعلقان بأخذ والها ضمير متصل مبني على الكسر في محل الجر بالإضافة وقال تكرر إعرابها كفى كف كف orada neceydi? Kuffeydi. Ha, kuffe aleyke hâzâ. Ha. Kuffe fiilun amr mebniyun ala sukun ve deməli bunun hurrikə hərəkələnib bil fəthə ilə. Əslində əmr feili sukundan hərəkələnir. Littəd'if, yəni mudaaf feil olduğuna görə. Aydındır. Misal üçün sən deyirsən ki, huccə, həccit. Uhcucda, yəni uhcuc, huccə. Bu da ukfufdur da güya ki. Kuffə. Vəl əsl ukfuf. Vəl fəil damir müstətir vücubən təqdiruhu əntə. Aleyke cər məcrur mutəlliqani bi kuffə. هذا اسم إشارة مبني على السكون في محل نصب مفعول به والجملة الفعلية في محل نصب مقول قول ona göre. قلت ya Nebi ya Rabu ya Resul. Ha. قلت أوربت yani artık bu irab olunub. Sonra irab ya Resulullah da bunun ya Nebiye bunun kimidir. Ve inne le muahizun el vav zaide inne harfu توكيد ونصب واسمها نا يعني إن اسم نادي المتكلمين المدغمة يعني idğam olunub معها إننا nədir sanki də belə aydındır sadəcə belə görünür idğam olunub inna olub
Ee, sonra el muahazuna اللام لام لام burada لام التوكيد يعني لا مؤاخذون هذا يعني إنا لا مؤاخذون توكيد وهي لا لام المزحلقة مؤاخذون خبر إن مرفوع على مترفع الواو sonra gelir bima bima orada neydi ve inna lem muahazuna bima netekellemu bihi onu diyor oradaki ma ismi mevsul cer ve mecrur mutaalligane bi muahazun نتكلم فعل مضارع مرفوع على مترفع الضمة والفاعل مستتر وجوبا تقديره نحن به جار ومجرور متعلقان بنتكلم فقال الفاء حرف عطف قال سبق يقربها bunu kesip deməli ثقيلتك gelmişti. ثقيلتك ثقيل فعل ماضي مبني على الفتح التاء لتأنيث الكاف ضمير خطاب مبني على الفتح في محل نصب مفعول به أمك فاعل مرفوع وهو مضاف الكاف ضمير خطاب مبني على الفتح في محل جر بالإضافة sonra وهل الواو زائدة هل حرف استفهامdı burada هل يكب الناس ده في النار deməli يكب فعل مضارع مرفوع بالضمة الظاهرة الناس مفعول به يعني الناس منصوب علامة نصبه الفتح في النار جر ومجرور متعلقان بيكب على حرف الجر ووجوه وجوه اسم مجرور يعني وجوههم هم ضمير مبني على السكون في محل الجر بالإضافة والجر مجرور وإلى بيشوفهم بلده والجر مجرور متعلقان بحال بحال محصور يعني كائن أو حرف عطف يفيد شك ifade edilir. Gale sebek igrabı hacı bunda çizim ala menakhirihim tuğra bir irabı ala vucuhihim şimdi. İlla harf istisna orada mulgi yani istisna harfi üstünden sonra nasıl getirir? Bu defa yani getirmedi. Lağv olunub yani funksiyası elinden götürülür. Hasaid faal merfun ve huve mudaf yani illa ne vaxt öz hökmü yani özündən sonra nasb eləmir. Bu munqatilər var idi, vücub sonra isbat vardı, mənfi var idi, yəni sağ tərəfi necə gəlirdi onu bilirsiniz də. Yaxşı bu sonra nədir? Əlsinətihim mudaf ileyhi mecrurun ve huve mudafhum damirun mebniun ala sukun fi mahalli cerrin bil idafe. Subhaneke Allahümme bihamdik eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.